Mən təkrar Əbülfəz Qarayev adına klinikadan danışmaq istəyirəm. Mən bir paylaşım etmişdim qardaşımın uşağı ilə bağlı ki, bu klinikada öldürüblər. Əbülfəz Qarayev adına 2 saylı klinikada mənim qardaşımın uşağına prob qoymadan antibiotik vurub uşağı öldürdülər, şoka salıb. Beyin iflic oldu, uşaq dünyasını dəyişdi və həkim indi qorxuya düşüb. Çünki paylaşım tutub da. Həkim qorxuya düşüb bizə yalvarır, zəng edir, ağlayır, videoları silin. Bəs mən ona heç nə eləməmişəm. Uşaq özü xəstə idi, yalana bax. Uşaq xəstə idi. Və mənim paylaşdığım paylaşımlarda nə qədər mənə zənglər, nə qədər mesajlar gəlir ki, biri yazır mənim qohumum orada öldü, biri yazır mənim uşağımı da orada öldürdülər, biri yazır mənim bacımın uşağını öldürdülər, bir neçəsi yazır mənim uşağımı da orada öldürdülər. Bir sözlə bu klinika qəssabxanadır da, yəni dövlət klinikası